öğrenen bölmədir. Tarazlıq şərtlərini öyrənən bölmədir. Tarazlıq şərtləri nədir? Düzdür, 3 dənə biz hərəkət var. Biz 3-ünü keçirik. Yəni 3 dənə irələmə hərəkəti var. Daha doğrusu 3 dənə hərəkəti. Birinci irələmə hərəkəti, ikincisi fırlanma hərəkətidir, üçüncüsü rəqs hərəkəti. İkisi halına baxacaq. İrələmə və fırlanma. İrələmə hərəkəti edən cisim. Birincisi. İrələmə hərəkəti. İrələmə hərəkəti edən cismin tarazlıqda qalması üçün cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olmalıdır. Yəni o tarazlıq deyəndə yəni tərpənməz qalması üçün cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olmalıdır. İrələmə hərəkəti edən cismə təsir edən qüvvələrin ya özləri ya da uzantıları cismin kütlə mərkəzindən, ağırlıq mərkəzindən keçməlidir. Ağırlıq qüvvəsinin tətbiq olunduğu nöqtəyə ağırlıq mərkəzi deyilir. Yəni həmin nöqtədən qüvvələr keçirsə, onda cisim irəliləmə hərəkəti etmiş olur. Bax, yenə deyirəm, həmin nöqtədən qüvvələr keçirsə, cisim irəliləmə hərəkəti edir. Topluda yoxdur, amma güvənin suallarında var. Cismi çəkir, qüvvələri çəkir, deyir, hansı qüvvə irəliləmə hərəkət elətdirir, hansı qüvvə fırlanma hərəkət elətdirir. Yenə də deyirəm, mərkəzindən keçirsə, irəliləmə hərəkət edir. Tərpənməz və yaxud da tarazlıqda qalması üçün qüvvələrin əvəzləyicisi sıfıra bərabər olmalıdır. Qüvvələrin əvəzləyicisi sıfıra bərabər olmalıdır. İkincisi isə fırlanma hərəkəti edir. Fırlanma hərəkəti. Fırlanma hərəkəti eləyən cisimə təsir edən qüvvələr həmin mərkəzdən artıq keçmir. Fırlanma hərəkəti edən cisimə təsir edən qüvvələr həmin mərkəzdən keçmir. İndi uşaqlar, fırlanma iki cür olur. Bir saat əqrəbi istiqamətdə, bir də əksi istiqamətdə. Adi bu çarx fələk fırlanmadır, soğudur. İndi uşaqlar, fırlanan cisim necə tarazlıqda qala bilər? Yəni necə eləyə bilər ki, fırlanan cisim tərpənməz qalsın? Yəni bunu. Saat əqrəbi istiqamətində fırladan qüvvələrin momenti saat əqrəbin əksi istiqamətində fırladan qüvvələrin momentinə bərabər olarsa, onda sistem tarazlıqda qalacaq. Yəni tərpənməz qalacaq. Yəni saat əqrəbinin istiqamətində buna istiqaməti yazıram. Əksi istiqamətində fırladan qüvvələrin momentləri bərabər olmalıdır. Saat əqrəbi istiqamətində fırladan bunlar olduğuna görə, yəni F1 ilə F2 olduğuna görə M1 üstəgəl M2, yəni F'ləri toplamıram ha, momentlərini topluyorum. M1 üstəgəl M2 bərabərdir M3 üstəgəlinsin M4'ə. Burada M qüvvə momentidir. İndi yazacağıq. Bax, bu bizdə oldu tarazlıq şərtləri. İrəliləmə hərəkət edən cismin tarazlıqda qalması üçün əvəzləyici qüvvə sıfıra bərabərdir. Fırlanma hərəkəti edən cismin tarazlıqda qalması üçün momentlər qaydası ödənilir. Yəni necə? Saat əqrəbi istiqamətində fırladan qüvvələrin momenti əksinə fırladan qüvvənin momentinə bərabərdirsə, onda tərpənməz qalacaqdır. Tarazlığın isə 3 növü var. Tarazlığın növləri. Birincisi dayanıqlı tarazlıqdır. Dayanıqlı tarazlıq. Dayanıqlı tarazlıqda potensial enerji minimal olur. Yəni ki, cismi tarazlıq vəziyyətindən çıxartdıqda, cismi tarazlıq vəziyyətindən çıxardırsan, gətirirsən, bura qoyursan. Cismə təsir edən qüvvələrin əvəzləyicisi bu cismi təzədən eyni vəziyyətə gətirəcək. Yəni cismi tarazlıq vəziyyətindən çıxartdıqdan sonra cisim əvvəlki halına, yəni tarazlıq halına qayıda bilirsə, bu olursa da dayanıqlı tarazlıq. Bir növ kasada çiftə. Bu formada, bunu bu formada da təsvir edə bilərsin. Necə? Məsələn, bir dənə kürədir. Kürənin, məsələn, bu boş hissəsi deyək, indi onu ağ yazaq, bu da dolu hissəsi. Dolu boşu saxlaya bilir. Yəni yuxarıda olan hissəni saxlaya bilir. Yəni bu olur sizdə dayanıqlı tarazlıq. Və yaxud da ki, belə də çəkə bilirlər sizdə.
Yəni şəkillər biraz müxtəlif şəkillər olur. Hətta təzə topluda mən o birisi qrup dərsizdən də görmüşdüm. Sıxlıqlar məsələsi, kütlə məsələsi, sıxlıq məsələsi olan dairələr çəkib, yəni kim kimi saxlaya bilər. Yəni o tipdə sual da var orada təzə topluda. İkincisi, dayanıqsız tarazlıq. Dayanıqsız tarazlıqda belədir ki, cismi tarazlıq vəziyyətdən çıxardırsa, cisim əvvəlki vəziyyətdən qayıda bilmir. Potensial enerji maksimaldır. Bu, həmin o cisimdir. Bunu artıq bu formada eləyirik. Məsələn, bu bura gələn cisim buradan artıq yerə düşəcək. Təzədən bura qayıt edəcək. Çünki buna təsir edən qüvvənin biri ağırlıqdır, aşağı. Biri də ki, reaksiya qüvvəsidir. Bu da əvəzləyici qüvvədir. Nəticədə o da aparıb taze vəziyyətdən uzaqlaşdıracaq. Buna tərsinə, yəni bunun evi tərsini çəksək. Boş hissə aşağıda, dolu hissə yuxarıda. Yəni bir növ belə təsvir edirəm. Bu kök adam, bu arıq adam. Kök arağı üstündə saxlaya bilir, belə desə çiyninlə. Amma arıq kökü saxlaya bilmir çiyninlə. Ona görə çevrilir. Uşağa niyə baxırsan? Hə? Xatırmasın bir damla kök. Məsələn, bu dayanıqsız tarazlıqdır. Gəlir üçüncüsünə. Fərqsiz tarazlıq. Fərqsiz tarazlıqda potensial enerji sabit qalır. Yəni ki, konstant. Yəni burada cisim, bizdə bu cisim, burada da bu vəziyyətdədir. Bunu bura gətirsəndə yenə də eyni vəziyyəti alır. Yəni tarazı vəziyyətindən də çıxarsan, yenə də eyni vəziyyəti almış olur. Və burada reaksiya qüvvəsi yuxarı, ağırlıq qüvvəsi aşağıdır, əvəzləyici qüvvə burada sıfıra bərabərdir. Yəni reaksiya ağırlığa bərabərdir. Güvəndə daha çox misalı var. Yəni belə desək şəkillər, toplasaz daha çox bu tipdə şəkillər var, ya da ki belə. Yəni başqa tip şəkili təzə bir topluda bir-iki dənə çıxmır. Amma güvəndə daha çoxdur. Yəni ən azından şəkilləri verir. İndi gəlirik qüvvə momentinə. Qüvvə momenti M-dir. Yəni orada dedim. Cismin fırlanmasını xarakterize edən kəmiyyətdir. Qüvvə ilə qüvvə qolunun hansı nə bərabərdir? Bəzən F-də yazırlar, bəzən ola bilər ki, indi F-də yaza bilərlər. Yəni sıxıntı yoxdur. Yəni yallı ilə ya da D ilə fərqi yox. Vahidinə gəldikdə isə vahidi Newton vur metr, açılışı kilogram vur metr kvadrat, bölünsün saniyə kvadratdır. Vahid. Düsturuna baxsaq, M, F-dən və yaxud da D-dən düz asılıdır. Mən ikisini bir yerdə çəkirəm. Əslində burada ikisini bir yerdə çəkməm. Bayaq dediyim kimi. Qrafik qurarkən üç cəmiyyətdir. Yəni D sabit qalarsa F-lə düz asılıdır, F sabit qalarsa D ilə düz asılıdır. F-i tapsaq, M bölünsün D-dir. Bu qüvvədir. Vahididəki bilir ki, Newton. D-ni tapsaq, M bölünsün F-dir. Amma bu qüvvə qoludur. Bunun tərifi və xassəsi var. Qüvvə qolunun vahidi metr, amma tərifi önəmlidir. Fırlanma oxundan və yaxud da fırlanma nöqtəsindən qüvvənin özünə və yaxud da ki uzantısına endirilmiş perpendikulyarın uzunluğudur. Yəni nöqtədən qüvvəyə qədər olan ən qısa məsafədir. Nöqtədən qüvvəyə qədər olan ən qısa məsafədir. Yəni bu nə demək? Bu fırlanma nöqtəsidir. Bu da qüvvədir. Qüvvə qolunu tapın desələr nə edirsiniz? Həmin nöqtədən qüvvə perpendikulyar çəkirsiniz. Bax, bu qüvvə qoludur. Və yaxud da bu nöqtədir, uşaqlar. Bax, bu da qüvvədir. İndi buradan bura perpendikulyar çəkmək mümkünsüzdür. Yəni, ən azından çəkirim, baxın, kör bucağı əməliyyat. Məcbur olub bunun uzantısını çəkirsiniz. Və buradan bunu birləşdirirsiniz. Bax, bu qüvvə qoludur sizdə. Yəni, yenə deyirəm, ya qüvvənin özünə, ya da ki onun uzantısına endirilmiş perpendikulyardır. Məsələn, bunu bu formada da verə bilərlərsə. Məsələn, bax, bunu veriblər, bu formada çəkilib. Bura yazılıb F, bax, burada yazılıb F. Bura qoyulub bir dənə alfa. Sual belədir, qüvvə qolunu tapın. Sən burada qüvvə qolu deyərək eli götürə bilməzsin. Çünki ellə qüvvənin arasına baxsan, bucaq iti bucaqdır.
məcbur olub bu nöqtədən qüvvənin özünə və yaxud da uzantısına perpendikulyar çəkirsən. Bax, qüvvə qolu budur. D. Bax, belə bir şəkil verilir. Deyir ki, qüvvə qolunu tapın. Qüvvə qolu burada el parçası götürülmür. Niyə? Çünki el parçası ilə F-in arasındakı bucaq iti bucaqdır. Amma bizdə dedik ki, qolla arasındakı 90 olmalı. Yəni perpendikulyar olmalı. Məcbur olub həmin nöqtədən qüvvənin özünə perpendikulyar çəkməlisən. Yəni sən çəkməlisən. Perpendikulyar da çəkilir bu formada olur. Bu da artıq uzağı üç bucaq yaranır. Qarşısındakı katet, hipotenuz və alfa. Onda buradan D-ni tapsaq, el vurulsun sinüs alfadır. Bax, bu qüvvə qoludur. Qüvvə momentini istəsələr F dedi, o da bərabərdir F sinüs alfa. İndi buradan nə görürük? Buradan çıxan nəticəyə görə alfa 0 dərəcəyə bərabər olarsa, qüvvə momenti ən kiçik qiymətini alır. Yəni 0'ı. Alfa 90 dərəcə olarsa, qüvvə momenti ən böyük qiymətini alır. F-dir və yaxud da ki F-ir. İndi onun şəklini burada yoxdur, orada çəkirəm. Şəklini necə çəkirlər? Yəni, nə vaxt qüvvə momenti 0'dır. Bu həmin nöqtədir. Qüvvənin özü, baxmışlar, qüvvənin özü və yaxud da ki uzantısı nöqtədən keçirsə momenti 0'dır. Yəni, məsələn, baxın, F1 qüvvəsi deyirəm. Özü o nöqtəsindən keçir. Bunun momenti 0'a bərabər. Və yaxud da ki, belə bir qüvvə çəkirəm F2. Bunun uzantısı keçir. Baxın, uzantısı oradan keçir. Qüvvə buradadır. Amma uzantısı həmin o nöqtəsindən keçir. Bunun da momenti 0'a bərabərdir. D hesablama ehtiyac yox. Ya özü, ya da dediyim kimi, uzantısı nöqtədən keçirsə, moment 0. Maksimal isə nə vaxt olur? Məsələn, bu o nöqtəsidir. Elə buradan çəkin. Bax, bu da F qüvvəsidir. Bax, bu maksimaldır. Çünki birbaşa qol perpendikulyardır. Bax, bu da sizdə qüvvə momenti. Düz, indi qüvvə momenti aid nümunə yenə göstərəcək. Müfəssirlikdən sonra. Deməli, bizdə qüvvə momentinə aid misallar göstərsin. Qüvvə momentinin düsturu yenə deyirəm, F-dir. Sadə məsələsi var onsuz da, topluda. Hər hansı ikisi verilir, üçüncüsünü tapırsınız. Ən sadəsi. Bir də vahidlərlə diqqət edin. Yəni, vahidi Newton var, metrdir. Newtondur, bunda vahidi metrdir. Yəni, santimetr oldu, kilometr oldu, desimetr oldu, metrə çevirməlisiniz. Məsələn, 2 dənə nümunə yazaq biz. Məsələn, bu formada bir, belə desək, damalarla misal verilir. Düzdür, çox misalı damalarla olur deyə. Yəni, həm imtihanda, həm də belə hesablamada rahatdır deyə. Məsələn, həmin o nöqtəsini qoyur bura. Yəni, bura yox, tənbələsi qırağına qoyur. Və buradan da, məsələn, qüvvələr çəkilir. F1 qüvvəsi, məsələn, F2 qüvvəsi, biraz uzun çəkmək. F2 qüvvəsi, bu da ki, F3 qüvvəsi. Sual belədir ki, qüvvələrin uzun, belədirsə, qüvvələr bərabərdir. Qüvvələr bərabərdir. Momentlərini müqayisə edir. Yenə deyirəm, momentin düsturu F vur dedi. Burada F'lər bərabərdir. Onda F'lər bərabərdirsə, bu düstura görə M D ilə düz asılıdır. Yəni F'lər bərabər olduğuna görə. Məcbursan ki, hər birinin D'sini tapasan. İndi gəlirik. F1 qüvvəsinin, bax F1 qüvvəsi buradan çıxır. F1 qüvvəsinin uzantısı göründüyü kimi o nöqtəsindən keçir. Bərk dedik ki, qüvvənin özü və yaxud da ki uzantısı nöqtədən keçirsə onun momenti 0. Yəni M1 0'a bərabər. Bunu heç axtarmaya ehtiyac qalmır. İndi gəlirik. Bu o nöqtəsi, məsələn bu da F3 qüvvəsi. Bax bu o nöqtəsi, bu da F3 qüvvəsi. İndi bunun qolunu necə tapırsınız? Bundan buna perpendikulyar çəkməliyik. Amma çəkmək üçün məcbur bunu uzadaq. Baxın bunu uzadırıq və bunu belə desək, qolu, yəni F3'ün qolu bax budur. Bax bu D3'dür. Çünki F3'ə perpendikulyardır. Amma indi ikincisi üçün desək, yəni F2 üçün desək, yenə nöqtə buradadır, F2 buradadır. Buradan bura perpendikulyar çəkə bilməyəcək, məcbur olub uzadacağıq. Bax bunu da uzadırıq.
Və nəticədə bax bu da sizdə D2-dir. Çəkdən sonra D-lərini müqayisə edə bilirik. Yəni D2, o damaları ona görə deyirəm, həm perpendikulyar çəkmək üçün lazımdır, həm də ki uzunluqlara əsasən baxırsan ki, D2 D3-dən böyükdür. Onda M2 böyükdür M3. Bu oldu sizdə momentin təyin edilməsi. Və yaxud da ki uşaqlar, yenə eyni ilə damalarla verilir. O nöqtəsini qoyub bura. Bax, bura o nöqtəsidir. F1 qüvvəsini belə çəkib, baxın F1 qüvvəsini belə çəkib, F2 qüvvəsini, bax bu F2 qüvvəsidir. İndi deyir, bunların birinin momenti verilib, digərini istəyir. Və yaxud da ki, yenə eyni qayda, momentlərini müqayisə edir. Yenə momentin düsturu F vurulsun dedi. Burada qüvvələr haqqında da heç bir məlumat verilmir. Amma damaların rolu var. Necə? F2 qüvvəsi bu damada başlayır, bu damada qutarır. Gördüyünüz kimi uzunluğu 3 dənə damadır. Bərabərdir 3-ə. F1-ə gəldikdə isə F1-i tapanda. F1 bax, uzunluğu budur. Bunu da burada tapmaq üçün düzbüzaqlı üstbüzaqlıdan istifadə edirsiniz. Baxın bu üstbüzaqlıdan. F1 bərabərdir kökün altında. Bura 2 dama, 2'nin kvadratı. Üstənsin burada 2 dama. Üstənsin 2'nin kvadratı. Bu deyilir sizdə 2 kökdə 2. Yəni bu formada tapır. İndi gəlirik uşaqlar, ən əsas məsələ. Qollarının uzunluğu. Qollarının uzunluğu üçün də yenə də standart qaydadır. O nöqtəsindən bura perpendikulyar çəkməlisiniz. O nöqtəsindən perpendikulyar çəkməlisiniz. İndi o nöqtəsini mən bir dənə yerində dəyişəcəm sizin uşaqlar. Çünki bucaqlarını göstərmək üçün. Bunu buradan çəkəcəm o nöqtəsindən. Rahat istifadə eləmək üçün. O nöqtəsini burada qoyaq. Ondan sonra çəkək. Bax o nöqtəsindən F2'ye, bu nöqtədən buna perpendikulyar çəkmək üçün uzantısını çəkəcəyik. Bax bu D2'dir. Yəni ya özünə ya da uzantısına perpendikulyar olmalı. İndi gəlir F1'ə. F1'ə üzrə çəkilən artıq budur. İndi bunu ispat eləmək lazımdır. Yəni niyə odur? Məsələsi o. O nöqtəsini ona görə yerində dəyişdim. Çünki bu tərəfdə ona da özü perpendikulyar çəkə bilmirdik. Çünki onda məcburdum F1'i də yerində dəyişəm. Ya da ki bucaq üzü ölçəm, üzü artıq özü əlavə işdir. Bax burada damanın ortasından keçir. Bilirsiniz ki damanın ortasından keçəndə diagonal olur. O da olur neçə dərəcə? 45 dərəcə. Çünki damalar kvadratdır. Bax bura olur 45 dərəcə. Bax bura baxın. Bura olur 45 dərəcə. Burada 45 dərəcədir deyə. Avtomatik olaraq bu olur 90 dərəcə. Ona görə artıq D1'i həqiqətən bu olduğunu təsdiq eləmiş olursunuz. D1'i təsdiq eləyəndən sonra D2'nin uzunluğu gördüyümüz kimi nəyə bərabərdir? 1'ə. D1 isə bərabərdir. Bax, bir dənə damanın diagonalıdır. Bura 1, bura 1 olduğuna görə D1 bərabərdir. Kökün altına 1'in kvadrat üstəyə 1'in kvadrat. O demək kökdə 2. Onda M1 bərabərdir F1 D1'ə. Yəni 2 kökdə 2'ni kökdə 2'ə vururuq. 2 kökdə 2. Vur kökdə 2. Bu edir 4. M2 bərabərdir. F2 vurulsun D2'yə. 3 vurub 1. O da bərabərdir 3'ə. Yəni bax bu formada biri ilə digər arasında əlaqəni qurmuş olursunuz. Biri veriləndə digərini tapa bilirsiniz. Yəni bu tipdə OTK-larda misal var. Bir də ancaq imtahanlara düşür. Belə topluda sual demək olar ki yoxdur. Bu oldu sizdə moment. Moment bitdi. İndi gəlirik sadə mexanizmlərə. Qüvvənin qiymətini və yaxud da istiqamətini dəyişməyə imkan verən cihazlara deyirlər sizdə sadə mexanizmlər. Yəni evdə istifadə elədiyimiz, bizim işi yüngülləşdirən nə qədər cihaz, sistem varsa onları sadə mexanizm adlandıra bilərik. Məsələn, adı belədir. Kağızı kəsmək üçün qayçıdan istifadə edilir sadə mexanizm. Gül qayçıları var, bu oldu sadə mexanizm. Kəlbətin sadə mexanizm. Həyət evlərində arabalar var, yəni bu qumzat daşımaq üçün sadə mexanizmdir. Blokdur, linkdir, kranlardır, sonra sizdə liftdir,
Yəni bunların hamısı sadə mexanizm kimi başa düşə bilərsiniz. Yəni işinizi yüngülləşdirə biləcək. Ən pis ehtimalı deyim, məsələn, səbəti iplə aşağı indirirsiniz, oradan məsələn ərzağı qoyurlar və səbəti siz dartırsınız. Bax bu da siz üçün bir sadə mexanizmdir. Yəni siz ən azından yoldan belə desə israf edirsiniz. Siz bir var yoldan düşərsiniz aşağı, həmin ərzağı götürüb təzədən özünüz çıxarsınız yuxarı. Bir də var sadəcə biraz qüvvət təyin edib siz onu belə desək ərzağı yuxarı çəkmiş olursunuz. Sadə mexanizmlər olaraq biz nələri keçiririk? Lingin, bloklar, tərpənən və tərpənməz, mail müstəvi, hidravlik pres. Yəni bu dördün keçirir. Bir də düzdür, onların sistemləri var. Məsələn, bloklar sistemi, polispaslar deyirlər onlara. Və yaxud da bloklarla lingin birləşik sistemi var. Yəni bu cür sistemlər var. Amma ayrı-ayrılıqda biz dördün keçirik. Birincisi, bu gün keçəcəyimiz lingdir. Tərpənməz dəqiq ətrafında fırlana bilən bərk mexanizmlərə, bərk maddələrə deyirlər ling. Yəni bərk cisimlər. Yəni deyim, tərpənməz dəqiq ətrafında. İndiki bu evlərin üstündə var kran. Həmin o kranlar bizdə ling gedir, müasir formadadır. Çünki həmin kranlar vasitəsilə aşağıda yükü qoyurlar, həmin o yükü yuxarı mərtəbələri qaldırır. Və nəticədə həmin o da fırlana bilir. Yəni bu formada üstündəki həmin o dəmir rahat şəkildə fırlana bilir. Lingi iki halda məsələsinə baxacağıq. Bir, çəkisiz ling. Çəkisiz lingdə həmin o dəmir parçası yoxdur, yəni onun bir kütləsi var. Sadəcə biz onun kütləsini sıfır qəbul edəcəyik. Yəni lingin kütləsi sıfır olsun, J'dir. Ağırlıq qüvvəsi, yəni lingə təsir edən ağırlıq qüvvəsini sıfır götürəcəyik. Yəni həmin o dəmir parçasını biz evi belə desək, özündən istifadə edirik, amma onun kütləsi nəzərə alınır. Bir də ki, uşaqlar, çəkisi nəzərə alınsa, iki halda baxırıq. Bir çəkisiz halda, bir də çəkisi nəzərə alınsa. Çəkisi nəzərə alınsa deyəndə lingin çəkisi, lingə təsir edən ağırlıq qüvvəsinə bərabər olub, M-ling vurulsun J. Və lingin ortasından çıxır ağırlıq qüvvəsi. Ümumi lingin yarısından çıxmış olur. İndi düzdür. Uşaqlar, biz birinci buna baxaq, ən axırda isə buna baxacağıq. Düzdür, çəkisiz ling sözünü şərtdə özü verir, yəni yazır çəkisiz lingdir, amma çəkisi nəzərə alın deyə bir cümlə işlədilmir. Yəni, bəs haçən nəzərə alacağıq, sualı çıxsa meydana, şərtə baxırsınız. Çəkisiz sözü yazılmayıbsa, ağırlığı mütləq çıxardın ortasından. Yəni lingin düz ortasından çıxardın və sonra da qaydasını tətbiq edin. Qayda deyəndə ki, momentlər qaydasını tətbiq edəcəyik, yəni tarazlığa necə qalır. Birinci, belə deyək, başlıq kimi yazıram, çəkisiz lingdir. Bildiyiniz həyətdəki taxtirvaliyə oxşuyur. Amma bir qul uzundur, yəni bir tərəf uzundur, bir tərəf qısadır. Yəni ling budur. Düzdür, həyətdəki taxtirvalidə belədir ki, onun tərpənməz qalması üçün sağ və sol tərəfdə oturan adamlar eyni kütlədə olmalıdır. Amma indi biz biraz dayağı oynatmışıq, məsələn bu tərəfə doğru, uzun hissədə sizcə arıq adam oturar, yoxsa kök adam? Tarazlıqlar. Uzunda arıq, qısada kök. Yəni bizim elə qaydamızda odur. Görəcəyik ki, qüvvə ilə uzunluq tərs asılıdır. Məsələn, burada mən otursam, burada anlar otursam, onun sözünü deyir. Hə, elə manarla söhbəti. Sonra Sonra bax çıxanda da görüşən. Deməli, uzlarına tətbiq olunan qüvvələr F1, bu da F2. Deməli, burada qısadır, burada anarı oturtduq. Burada uzundur, burada da Ayxan oturtduq. Məni də öyle dedi. Deməli, uzlarına tətbiq olunan qüvvələr. Göründüyü kimi, baxmışlar, perpendikulyardır. Bu F1'in qoludur, bu isə F2'nin qoludur. F. Buranı A yazaq, buranı da B yazaq. AB bərabərdir elə. O da L1 üstəgəl L2'dir. Yəni lingin uzunluğudur. Lingin uzunluğu sayılır. Yəni AB parçası. N dayağın, bax bu dayaq sayılır. Yəni onun altındakı o dəmir parçası, beləsə turbo ayaqda boru, o dəmir. Bu dayaqdır. Dayağın lingə göstərdiyi qüvvəyə deyirlər reaksiya qüvvəsi. Həmin reaksiya qüvvəsi F1 ilə F2'nin cəmidir. Bu növ ling, bax bu birinci növ ling adlanır. Bax altına yazılan, bu birinci növ lingdir. Üçüncü növ lingdə var, ikinci növdə ling var. Düz üçüncü növ ling məktəblərdə keçirir, bizdə çox düşmür, amma 1 ilə 2 düşür. N F1 ilə F2'nin cəmidir. Uşaqlar, F1 qüvvəsindən tutsaq, bu formada fırlasaq, lingi saat əqrəbin əksi istiqamətində fırladacaq. Amma F2'dən tutub, belə desə, istiqamətini aşağı, bu saat əqrəbi istiqamətində fırladacaq.
Lincin tarazlıqda qalması üçün momentlər qaydası ödənməlidir. Yəni ki, saat əqrəbin əksinə fırladan qüvvənin momenti saat əqrəbi istiqamətində fırladan qüvvənin momentinə bərabər olmalıdır. Yəni momentlərin nisbəti tarazlıq halında 1-ə bərabərdir. Buna deyirlər tarazlıq şərti. Tarazlıq şərti. M1-in yerinə qoyuruq. F1 vurulsun L1. M2'nin yerine koyulur ise F2 vurulsun L2. Ve buradan F1 bölünsün F2 beraberdir L2 bölünsün L1'e. Bak buna deyirlər Lincin tarazlıq şərti. Bak bu Lincin tarazlıq şərtidir. Qüvvə ilə qolları tərs mütənasibdir. Bayaq dediyimiz kimi. Böyük kütlə kiçik qolda, kiçik kütlə böyük qolda. Yəni qüvvə ilə qollar tərs asılıdır. Bu da indi davamı var. İnşallah birazdır. Onu dayandır. Zahmet olmazsa. Reklamlar bitti bak. Profesyonel utandı. Deməli indi bizdə bax çəkisiz linc yazıram yenə də başlığa. Yəni çəkisiz lincdir bu. Bax uşaqlar, lincin ikinci növ linc necədir? Birinci növün çəkdik. İkinci növ linc budur. Bax dayaq və linc. Və hətta belə desək aralarındaydı qüvvələri. İndi isə qüvvələrdən bir tərəfdədir. Yenə də bax burada sizdə. Bu reaksiya qüvvəsi. Bu sizdə F-dir. Yəni F1 deyək. Bu da sizdə olsun F2. Bu hissəsi L1 yazaq. Buradan bura qədər L2'dir. Qüvvə qolu, bayaq dedim yenə də təkrar edirəm. Düzdür orada deməli, burada deyim heç olmasa. Qüvvə qolu qüvvədən dayağa qədər olan məsafədir. Amma perpendicular şərti ödənməlidir. Qüvvədən dayağa qədər olan məsafədir. Eyni ilə qüvvədən dayağa qədər olan məsafədir. Yenə deyirəm, o perpendicular şərti ödənməlidir. Bu da L2. Yenə bunun tarazlıq şərti var. Uşaqlar, bu yenə saat əqrəbinin əksinə fırladır. Bu isə saat əqrəbi istiqamətində fırladır. Yenə də M1 bərabərdir M2. M1'in yerine yazırıq. F1 vurulsun L1. M2'nin yerine yazıram ki F2 vurulsun L2. Yani F1 bölünsün F2 bərabərdir L2 bölünsün L1'e. Yenə də eyni düstur. Amma burada N, yani reaksiya qüvvəsi F1 ilə yuxarı yönəldiyinə görə F1 ilə toplanıb F2'ye bərabərləşir. Yəni buradan N bərabərdir F2 çıxsın F1'e. Bayaq cəminə bərabərdir. İndi artıq fərqlərinə bərabər. F2'dən F1'i çıxır. Linc sadə mexanizmdir. Sadə mexanizm qüvvədə istiqamət bir də qiymət dəyişimine yarayır. İndi bizdə linc qüvvənin qiymətini dəyişdirir. Yəni azaldır. Yəni qüvvədə qazanc əldə edir. Qüvvədə qazanc. Qüvvədə qazanc lincdə nəyə bərabərdir? Qüvvədən qazanc böyük qolun kiçik qola olan nisbətidir. Bizdə böyük qol L1'dir. Kiçik qol L2'dir. Yəni ki L1 bölünsün L2 nisbətinə bərabər. İndi deyə bilərsin mənim L1 L2 verilməsə məcbur gəlib bu tənasübə dayanacaq. Yəni L1'in L2'yə nisbəti bərabərdir F2'nin F1'ə nisbətinə. İndi F2 də F1 də verilməsə onu da buradan tapıb, yəni bu növ yola çıxa-çıxa gələcək. Yəni düstur budur. Qüvvədə qazanc böyük qolun kiçik qola olan nisbətidir. Bax demirəm ha lincin uzunluğunun kiçik qola, elə bir şey deyil. Böyük qolun kiçik qola olan nisbətidir. İkinci növ lincdə düzdür. İkinci növ lincdə, yəni bu lincdə qüvvənin qolu ilə, yəni L1 ilə lincin uzunluğu eynidir. Bax lincin uzunluğu qüvvənin qolu ilə eynidir. Yəni F1'in qolu ilə eynidir. Amma birinci növlüydə elə deyil. L bərabərdir, L1 üstəgəl L2'dir. Yəni orada çəkdiyimiz şəkilə görə. Bax bu oldu sizdə birinci növlük və ikinci növlük reaksiya qüvvəsi və qüvvədə qazanc. Yenə deyirəm, qüvvədə qazanc böyük qolu kiçik qola böləcəyiz. İndi bir də gördünüz linki bu formada çəkilir. Baxın, bax bu formada link çəkilir. Bu da qüvvələrdir. F1 qüvvəsi və F2 qüvvəsi. Sual belədir ki, qolları hansı parçalardır? F1'in qolu, baxın uşaqlar, F1'in qolu OA parçası deyil. Bayaq dedik, qol qüvvədən dayağa qədər olan məsafədir. Bu deyil. Çünki bu perpendikulyar deyil.
Orada perpendikulyarı diye rahat şəkildə deyə bilir. Amma bu perpendikulyar değil. Fikir verirsiniz, bu artık bir daha belə desə bir 90 dereceden biraz böyük. Yani bir çor buzağı var. Budakı bir iti buzağı. İndi ne indirik? Qaydırıb qüvvə qolunun tərifinə. Fırlanma nöqtəsindən qüvvənin özünə və yaxud da uzantısına endirilmiş perpendikulyar. Düzdür, orada sizdə perpendikulyarı olar çəkəcəklər sizdə. Siz sadəcə təyin eləməlisiniz. Təyin eləmək üçün də böyle bir şey yoxdur. Perpendikulyar olan parçanın üstə işarəsini qoyub görə biləcəksiniz. Baxın, OS yazar, bu işarənin üstə özləri qoyacaqlar. Siz sadəcə eləmin parçanı görməniz lazım. Burada da eyni qayda o nöqtəsindən F2'ye perpendikulyar indiririk. Nəticədə F1'in qolu, baxın uşaqlar, F1'in qolu OS parçasıdır, F2'nin qolu isə OD parçasıdır. Məsələn, bunun üçün tarazlıq şərtini yazın deyəndə, bax, tarazlıq şərti. F1 vurulur, AO parçasına deyil, OS parçası, F2 də vurulur, OD parçası. Yəni, hər bir qüvvə öz qoluna vurulur və bərabərləşib tarazlıq yaradır. Düzdür, indi mən sizə desəm ki, bəs burada linkin uzunluğu nəyə bərabərdir? Linkin uzunluğu isə AB parçası. Yəni ki, AO parçası ilə OD parçasının cəmidir. Bax, gördünüz, burada da tamam fərqləndir. Yəni, bax, burada da linkin uzunluğu L1'ə bərabər oldu. Bayaqçısı L1 üstəgəl L2'ə, indikisi də AO üstəgəl OD parçasıdır. Yəni, düzgün şəkildə təyin edə bilsəz, əslində sadə məsələlərdir. Bax, bu bizdə oldu. Hələ ki çəkisizdir. Hələ də yenə də deyirəm, çəkisizliyin üzərində işləyir, sonra keçəcəyik. Bax, bu çəkisizlikdir. Buna bir neçə qüvvə təsir eləsin. Məsələn, F1 qüvvəsi belə, F2 qüvvəsi belə, F3 qüvvəsi belə, F4, bu da F5. Bax, bu da dayaqdır. Bir neçə qüvvə təsir edir. Sizə deyirlər ki, Mametlər qaydasını yazın. Bax, bu dayaqdır. Parmağımızı qoyuruq dayağın üzərində. F3 qüvvəsi. Bu formada fırladır, yəni saat əqrəb istiqamətində. F5 saat əqrəb istiqamətinə fırladır. F4 əksinə fırladır. F1 əksinə fırladır. F2 isə saat əqrəb istiqamətində fırladır. Deməli, istiqamətində fırladanlar F2, F3 və F5. Əksi istiqamətində fırladanlar. Əksinə fırladanlar. F4 və F1. Niye böyle oldu? Bak kızım, saat əqrəb əksinə fırladı. O, görsən, belə gedir. Peki ben niye mesela F1 saat ekranın eksidir, istikametlidir? Ha, o özləri şəklə bax deyir sənə. Yəni onun aidiyyəti yoxdur. Ola da bilər, olmaya da bilər. O ancaq şəkildən asılıdır. İndi Mametlər qaydası yazdığında da qüvvələri bərabərləşdirmirsin. Mametlərin F1 ilə F4 1'dir deyə, M1 üstəgəl M4 bərabərdir. Bunlar da 1'dir deyə, M2 üstəgəl M3 üstələnsin M5. İndi düzdür, belə də yaza bilərsiniz. Yəni burada M1'imiz, məsələn yazıram, M1 F1 vur D1'dir. M2 F2 vur D2'dir. M3 yazmışam, elə axıra qədər yazım. F3 vur D3'dür. M4 F4 vurulsun D4 və M5 F5 vur D5'dir. Yəni adi D1'i deyirəm. İndi mən hamısını bir burada çəksəm biraz şəkil tutacağım. Bax, D1 deyəndə bu nəzərdə tutulur. Yəni qüvvədən dayağa qədər olan məsafə. Məsələn, bax, bu D1'dir. Bu D1'dir. Bu D2'dir. Bu D3'dür. Bu D4'dür. Bu da məsələn D5'dir. Yəni bu formadadır. Tutabildik. İndi yenə çəkisizliyin misallarına baxırıq. Çəkisizlik. Damalarla daha çox verilir. Məsələn, sadədən mürəkkəbə doğru elə hamısını bir-bir verəcəm. Məsələn, bu F1 qüvvəsidir. Məsələn, bu F2 qüvvəsidir. Bu da F3 qüvvəsidir. Düzdür, bizdə daha çox iki qüvvə verilir. İndi mən üstənə yazım, fərqi yoxdur. Yenə bu dayaq budur. Baxın uşaqlar, bu dayaqdır. Bu formada fırladı. Bu formada, bu da bu formada. Yəni saat əqrəb istiqamət təyin edir.
Bununla bunun istiqaməti üst-üstə düşdü. Tuta bildik. Ona görə yazırıq. M1 üstə yensin M2 çünki istiqamətləri eynidir. Yəni dayaq bunu nəzərə alaq. Bərabərdir M3-ə. M1-in yerinə yazacağam. Baxın M1-in yerinə. F1 vurulsun. F1-dən dayağa qədər neçə damadır? 2. F1 vur 2. Üstə gəlinsin. F2-dən dayağa qədər. Hər zaman da o da 2. Bərabərdir F3. F3-dən dayağa qədər də 5. Sür. Veriləcək yerinə qoyub hesablayacaqsınız. Niyə F1-in üçün topladı? Ha onu deyirəm. İstiqamətə görə. Bu belə fırladır axı. Bunun istiqaməti bu fırladır. Yəni saat əqrəbin əksinə. Bu da saat əqrəbin əksinə fırladırdı. Bunların ikisi eyni istiqamətdə fırladığına görə topladı. Amma bu saat əqrəb istiqamətdə fırladı təkcə. Ona görə onu tək götürür. Sonra bax bu formada da verilə bilər sizə. Məsələn bax dayağı çəkir. Link. Bu F qüvvəsi, bu dayağımız. Məsələn bu da M kütləsi. Yenə də çəkisizdir. Yenə deyirəm, hələ yuxarıda yazmışam. Çəkisizdir. F-dən dayağa qədər. 1, 2, 3, 4, 5, 6. Yazırsınız. F vur 6 bərabərdir. M-dən dayağa qədər. 1, 2, 3. Hər zaman F-dən dayağa, bir də M-dən dayağa qədər. Hər zaman, yəni dayağa qədər ötürür. M vurulsun 3 yaza bilməzsiniz. Bax, M vurulsun 3 yaza bilmərik. Niyə? F-in vahidi Newtondur, M-in vahidi kiloqramdır. Ona görə M yox, 8-in nəzərə alıb vurursunuz. Yəni MJ vurulsun 3. Yəni bunlara diqqət edin, M yox. MJ vurulsun 3. Yəni burada. Burada sizə yəni 8-siz linci aid olan misalların hamısında bu tipdədir. Yəni tapırıq dayağa qədər hesablayıb vururuq. Tapırıq dayağa qədər hesablayıb vururuq. Yəni adi bunu bu formada da asa bilərlər. Yəni baxın. Yenə çəkisizdir. Məsələn yuxarıdan asırlar. Məsələn bu F1'dir, bu F2'dir. Buradakı üzə gərilmə qüvvəsidir. Burada nə? Yəni F1'dən dayağa qədər 2'dir. F2'dən dayağa qədər 4'dür. F2 vur 4. Yəni burada F1 belə desək, mən də ixtisar edirəm, düzgün ədəddə desək. F1 bərabərdir 2 dənə F2. Gərilmə qüvvəsi var burada, T. T gərilmə qüvvəsi də F1 ilə F2-nin zəmidir. Məsələn, burada gətirib bunu nəzərə alsaq, bərabərdir 3 dənə F2. Oldu məsələ. Məsələn, gərilməni verib F1, məsələn, buradan gərilməni verərsə F2-ni tapıram, F2-ni tapıramsa aparıb F1-i də tapa bilirik. Yəni bu formada sizə verilən misalları həll edə bilirsiniz. Sizdə OTK atmışdım deyəsən mən bir dəfə. Yox. Atmamışdıq. Hə, OTK-da ayrı bir misal var, indi onu da deyəcəm. Yəni bax bu sizdə çəkisiz linkdədir. Yəni çəkisiz linkə aid olan misalların indi bir çoxunu dedim, bir iki dənə misal var, onu dedim, bunu bağlayacağım. İndi gələk, çəkisi nəzərə alınsa. Çəkisi nəzərə alınsın. Uşaqlar, çəkisi nəzərə alınanda bir dənə artıq iş görürsünüz. Yəni artıq onu siz görürsünüz. Ağırlıq qüvvəsinin istiqamətini, yəni çıxış nöqtəsini siz çəkməlisiniz. Ağırlıq qüvvəsi, yenə deyirəm, linkin ortasından çıxır. Linkin mərkəzinə. Ağırlıq qüvvəsi linkin çəkisinə bərabərdir. O da bərabərdir. Linkin kütləsi vurulsun ki və çəkisi nəzərə alın cümləsi işlədilmir. Sadəcə şərti oxuyursunuz. Əgər şərtdə çəkisiz sözü yoxdursa, onda ağırlıq qüvvəsini mütləq çəkməlisiniz. Bax, çəkisiz sözü yoxdursa, ağırlıq qüvvəsi çəkilir. Bir də ağırlıq qüvvəsi nə vaxt çəkilir? Onu birazdan yazacağım. Nə vaxt ağırlıq qüvvəsi çəkilir? Baxın uşaqlar, bu ağırlıq qüvvəsinin düsturudur. İndi həmin damanı bir də təzdən çəkilir. Baxın. Linki çəkirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Məsələn, bax bu dayaqdır. Bax bu da F qüvvəsidir. Çəkisi sözü yazılmıyor. Məsələn, deyir, linkin kütləsini tapın və yaxud da ki, F-i tapın. Linkin kütləsi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənədir. Deməli, 5-incisindən ağırlıq çıxacaq. Bunu üzə siz çəkirsiniz. Məsələn, mən buna bir ara qoyum, yəni bunu özümüz çəkirik. Çəkdikdən sonra eyni qayda. F-dən dayağa neçə bölgüdür? 3. F vur 3 bərabərdir. Ağırlıqdan da dayağa 2 bölgü. Məsələn.
Yəni 3F bərabərdir 2F ağırlığa. 3F bərabərdir 2M linç vurulsun J. Nasıl? Yəni sən bir dənə F-i çəkirsən, yenə də eyni şeyi təzədən qaydanı eyni cür beləcə tətbiq edəcəksiniz. Mən nümunə çəkəcəm. O nümunələr əsasında artıq siz də rahat şəkildə görə biləcəksiniz. Bizdə 2 nəfər oğlandı. Mən kəsə bilmirəm. Kəsə bilməyəcəm, o getdi. Gözümüş, o getdi, kəsə bilməyəcəm. İşte videoya indirtirəm Çünki onu mən kəsəndə, keçən dəfə bir dəfə kəsmək istədim. Düz 2 saat gözlədim, sonra da kəsmədim. Çünki o kəsiləndə vaxtını alır mənim. Bunu da kəsmədim, getdi. Üzrü sayarsın. Başqa şansı yoxdur. Abunə ol. Deməli bizdə uşaqlar, lingin çəkisi nəzərə alınan hissəsində damalarla təkcə düşmür. Yəni damalarla düşən hissəsinin biri damasız versiyası necədir? Məsələn bu dayaqdır, bu F qüvvəsidir. Məsələn buranı verir 4 metr, buranı verir məsələn 8 metr. Yəni 4 metr və 8 metr verilir. Yenə də eyni vəziyyət. Ya F-i istəyir, ya da lingin kütləsi və ya da lingin çəkisini istəyir. Obşi lingin uzunluğu 4 metr üstə gəl 8 metr bərabərdir 12 metr. Ağırlıq qüvvəsi lingin ortasından çıxır. Yəni 12 metri bölürsün 2, 6 metr. Yəni bu sxematik olaraq belə deyək də, bura 6 metrdir və buradan ağırlıq qüvvəsini çəkirsiniz. Yəni ya ağırlıq qüvvəsi, ya da lingin çəkisi fərqi yoxdur. Çəkilir. Çəkdikdən sonra qayıdır standart qaydaya. Necə? F-dən dayağa qədər. F-dən dayağa qədər. 4-dür. F vur 4. Ağırlıqdan dayağa qədər. Neçə metrdir? 2. Yenə deyirəm, baxın uşaqlar. Buradan bura qədər 8 metrdir. Bura qədər 6 metrdirsə, onda buradan bura qədər artıq olacaq 2 metr. Yəni ağırlıq vurulsun 2 metr. Baxın, üstündə də qeyd edirəm, evdə bilməlisiniz. Yəni bu da bərabərdir sizdə. İndi düzdür, mən ixtisar eləmirəm. Çünki hər dəfə ixtisar olması ədədlər olmur. 2 vurulsun F ağırlığa. Yəni 4F bərabərdir 2M ling vurulsun J-yə. Yəni bu formanı. Yəni yenə deyirəm, təkcə dama düşmür də. Yəni bu formadan misal da düşür. Belə damadan da yaza bilər, fərqi yoxdur. 1, 2, 3, 4. Düzdür, bu indi bir cütə də sayırıq. Amma tək damada ola bilər. Yəni 7 dənə damada ola bilər, 9-dan sadəcə ortadan çıxacaq. Orada özü tam hissələr yaranacaq. Ona görə biz tam hissələr yaranmasın deyə çəkirəm bunu. F, məsələn bu dayaq. Yenə ağırlığı 1, 2, 3, 4, 5, 6. Ağırlıq çıxır üçüncüsünə. Baxın, ağırlığı çəkilir. F-dən dayağa qədər 1, 2, 3, 4, 5-dir. F vurulsun 5. Ağırlıqdan dayağa da 2 damadır. Ağırlıq var 2. Yəni hər zaman, yəni yenə deyirəm, ağırlıq ortadan çıxır. Çıxartdıqdan sonra qayda standart F-dən dayağa qədər, F ağırlıqdan dayağa qədər vurub bərabərləşdirirsiniz. Sonra bu formada da bir sistem düşə bilər sizə. Məsələn, purjundur və yaxud da yaydır, yaydan ling asılır. Baxın, yaydan ling asılır. Dayağı da qoyublar burada. Əgər yay varsa, yayda yaranan qüvvə elastiklik qüvvəsidir. Bax, yenə deyirəm, yayda yaranan qüvvə elastiklik qüvvəsidir. Burada yaranan qüvvə elastikdir və kayıqdır. Yenə ağırlığı buradan çıxardacaq, yəni sayırıq 1, 2, 3, 4, 5, 6. Ağırlıq çıxır 3-dən və nəticədə ağırlıqdan dayağa da 2, kayıqdan da dayağa 5-dir. 5 kayıq bərabərdir 2F ağırlığa və yaxud da 2M ling vurulsun J-yə. Yəni bunda bu. Yəni harda purjun gördünüzsə, yəni yay gördünüzsə, orada elastiklik qüvvəsi var. Yəni bir də ölçüsü yayın uzanmasını tapın. Yəni orada tapmaq üçün istifadə edəcəksiniz. Bax, ağırlıq qüvvəsi bu formadadır. Birində yazın. Yəni nümunə üçün. Məsələn, belə bir şərt verilir. Yazıb ki, çəkisi P-dir. F-i tapın. Şəkili də çəkin. O belə bir şəkil. Şəkili çəkib və şərti verib deyir F-i tap. Burada biraz çaşdırıcı məqam var, əsas hissəni onu düzgün. Deyir çəkisi P. Lingin çəkisi P. Biz də bilirik ki, lingin çəkisi ağırlıq qüvvəsinə bərabərdir. Çəkisi sözü də yazılmayıb. Onda məcburam ki, mən ağırlıq qüvvəsini çəkəm.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ağırlığı çıxır 5-dən. 1, 2, 3, 4, 5. Ağırlığı da çıxardırıq burada. Ağırlığı çıxartdıqdan sonra Lingin tazıq şərtini tətbiq edirik. F-dən dayağa 2 bərabərdir. Ağırlıqdan dayağa 3 üstə gəlinsin. Axı P-də var burada əlavə olaraq. Özləri də P-ni çəkiblər. P-dən də dayağa 3. F vurulsun 2 bərabərdir. Ağırlığın özü burada nəyə yazmışıq? P-yə bərabərdir. Onu da gətirib burada yerinə qoyursun. P vur 3. Üstə gəl P vur 3. Nəticədə 2F bərabərdir 6P. F bərabərdir 3 dənə P. Yəni bir həm Lingin çəkisi P-dir. Bir də həmin Lingdən çəkisi P olan yük də asılı. Baxın, həm Lingin çəkisi P-dir. Həm də Lingdən çəkisi P olan bir dənə də yük asılı. Və həmin yükü də gətiriblər düz ağırlıq qüvvəsinin asıldığı yerdən asırlar. Əlavə yerdən də asala bilərdilər. Əlavə yerdən assaydılar, mən burada P vur 3 yazmayıb, məsələn, başqa şey yazacaqlar. Məsələn, P vur 4, P vur 5, belə bir şey yaza bilər. Yəni, onu oradan o vaxt çəkirlər ki, biraz çalışsın uşaqlar. Desinlər ki, əmzə çəkilibsə, bunlar elə P vur 3 yazırlar, nəticədə F olur 1,5. Yəni, bunu çaşdırmaq üçün formada misalda mövcuddur. Uşaqlar, bir də indi çəkisiz bir şey yazacağım sizə. Yəni, çəkisi nəzərə alınmır. Bax, bu tipdə misal var sizdə. Lingdir. Bu gərilmə qüvvəsidir. P-ni veriblər, T-ni istəyirlər. Belə bir şəkildir. Bax, T-ni veriblər, P-ni istəyirlər və yaxud da P-ni veriblər, T-ni istəyirlər. Yəni, ya T-ni istəyirlər, ya da P-ni. İkisindən biri istənilir. Burada da bu əlavə bir dənə də var. Heç bir şeydə belə baxanda qiyməti zadı yoxdur. Bu əlavə olan bunu dayaq kimi götürür. Yenə deyirəm, niyə götürürsünüz? Bunu veriblər, bunu istəyirlər. Və yaxud da tam tərsi. Bunu veriblər, bunu istəyirlər. Bu gördüyünüz kimi artırdır. Artıq olanı dayaq kimi götürürsünüz və Lingin tarazlıq şərtini tətbiq edirsiniz. Necə? Dedik ki, dayağı gördükdən sonra qüvvədən dayağa qədər sayırıq və qüvvəyə vururuq. P-dən dayağa qədər 1, 2, 3, 4, 5, 6, 7. 7 P bərabərdir. T-dən dayağa qədər 2-dir. 7 vur 2. Beləliklə P ilə T-nin arasında əlaqəni qururuz. Bax, yenə deyirəm. P verilib, T-ni istəyir, bu izi artırır. Artıq olan. Hə? Çəkisizdir, bəli. Çünki çəkisiz, bunlar çəkilidir. Çünki burada çəkisiz sözünü yazmamışıq. Burada şey olsaydı, əgər çəkisiz sözü yazılmasaydı, mən ağırlığı da məcbur çəkəcəkdim. Onu da bura, belə desək, vurcaq eləyəcəkdim. Necə? Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8. Ağırlıq çıxacaqdı, məsələn, bu buradan. Məsələn, buradan ağırlıq çıxacaqdı, məsələn. Onda yazacaqdım, 7P üstə gəlinsin, ağırlıqdan da dayağı neçədir? 3. F ağırlığı vur 3, bərabərdir, D vurulsun 2. Yəni, ağırlığı çəkəndə bunun kimidir. Yəni, düzdür, burada yoxdur, bəxşi misallar var. Belə deyə də qızım, belə çəkim, bax belə. Çəkisiz sözü işlənilmir. Eyni şey təzdən çəkin. 1, 2, 3, 4, 5, 6, 7, 8-dən. 1, 2, 3, 4, 5, 6, 7, 8. Üçüncüsündə T çəkilir. Bu da dayaqdır. Bax, bu həmin P-dir. Bax, bu P-dir. Bax, burada ağırlığı çəkirik. 1, 2, 3, 4. Ağırlığı buradan çəkirsin. Ağırlığı çəkdik. Onda bunun düsturunu belə yazacaqsan məcbur. Çünki bu, bax, fikir ver qızım, bu dayaqdır, bu belə qaldırır. Yəni, yuxarı qaldırır. Bunlar neyini? Aşağı elə bil, belə baxacaq. Aşağı gətirir. Nəticədə T-dən bura qədər 2-dir. Yazacaqdan T vur 2, bərabər. Çünki T təkdir. Amma bunlar 2 dənədir. F-dən dayağa qədər 3, ağırlıq vur 3, üstə gəl P-dən dayağa qədər 7. Düstur bu şəkildə. Baxın, çəkisiz olanda ağırlığı silirəm. Çəkisi nəzərə alınsa, öz ağırlıq gələcək. Yəni, ağırlıq qüvvəsi verirsə, bu formada çəkəcəksin. Bu da sənin misalın həlli. Yəni, verilən misalın həlli. Bax, bu çəkisizə aid bir dənə də var. Yaxud da ağırlığın rolunu göstərir. Məsələn, belə bir şəkil verilir. Burada da çəkisiz sözün yazmıram. Yox, xət qoyma.
5, 6, 7, 8. Məsələn, bax buradan belə desək, yuxarıdan asılıb, bu tirzi idi. Buna qoyaq T1. Məsələn, bu da buradan asılsın. Bu da oldu T2. Bax belə bir tirzi idi. Yəni tircik iplər vasitəsilə yuxarıdan asılır. Burada da vardı, burada da var. Bax burada 1, 2, 3, 4 ağırlıq buradan çıxır. Burada ağırlıq həm bərabərdir T1 üstəcəl T2-yə. Düzdür, güvəndə misal var, bizdə də var. Bizdə sadəcə T1 ilə T2 arasında əlaqəni istəyir. T1-in T2-yə nisbətini istəyir topluda. Amma güvəndə T1 və T2-nin konkret ədədi qiymətini də istəyir. Bərabərdir, M linc vurulsun J. Yəni lincin çəkisinə bərabərdir. Çünki bəzən ola bilər ki, lincin çəkisi verirlər, odur. T1-dən T2. İndi T1-dən ağırlıq ədədi neçə bölgüdür? 3. T1 vur 3, T2-dən də ağırlıq ədədi 4. T2 vurulsun 4. Nəticədə sən buradan T1 ilə T2 arasında əlaqəni qura bilirsən. Necə? Məsələn, buradan T1 ilə T2-nin birini tapırsan, gətirib burada yerinə qoyub onu tapa biləcəksən. Sonra da onu gətirib burada yerinə qoya bilərsən, T2-ni tapa bilərsən. Və yaxud da ki, heç ehtiyac yox. Bundan çıxıb obrisini tapa bilərsən. Yəni, həm T1 ilə T2 arasında əlaqədir, həm də T1 və T2-ni tapmaq üçün. Yəni, veriləndə tapmaq üçün istifadə edə bilirsiniz. Lincin xassəsi budur əslində. Yenə deyirəm, çəkisiz linci deyirsə, ağırlıq qüvvəsini çəkmir. Məsələn, burada çəkisiz deyir, ağırlıq qüvvəsini çəkmədi. Burada demədiyinə görə ağırlıq qüvvəsini çəkdi. Ağırlıq qüvvəsi nəzərə alınansa, yenə də momentlər qaydasıdır. Ağırlıq qüvvəsi nəzərə alınmasa, yenə də momentlər qaydasıdır. Momentlər qaydası necədir? Saat əqrəbini əksinə fırladanlar, saat əqrəbi istiqamətə fırladanlar. Baxın, baxın. Dayağı burada götürürsən, bax bu belə fırladır, bax, belə. Bu isə belə fırladır. Ona görə bərabərdir. Burada deyildir. Dayağı burada götürdük, bu belə fırladı, bu isə belə fırladı. Nəticədə bu ikisinin cəmidir. Hə? Bax, bunu buradan tutdun, belə deyək də. Bax, bu elə bunu götürün, baxın. Bax, budur. Məsələn, bax, buradan qüvvə tətbiq olunur yuxarı. Deməli, bax, belə fırlanacaq. Bax, bu belə fırlanacaq. Bəs aşağıdakı niyə bura gedir? Amma bu indi buradan belə fırlatsaq, məsələn, buradan birini çəksən, bax, buradan. Bu belə fırlanacaq. İndi bunları silirəm. İndi buradan qüvvəni qoyduq, bax, belə. Buna? Hə, qüvvət hardan asılırsan? Qüvvə hardan asılırsa, sən onu oradan belə tutursan, o formada bunu fırlatmağa çalışın. Bu nəticədə istiqamət o cür fırlanır. Yəni, saat əqrəbi istiqamətinə, yaxud da onun əksinə. Yəni, bu bizim istiqamət məsələsidir. Yəni, topluda olan misallarını demək olar ki, çoxun yazdıq. Yəni, topluda əsasında gedir. Bir dənə sadəcə olaraq, bir dənə təzə topluda misal yazaq, bir dənəsin. Sonra bırakın. Saat isə yazıq. 29. Bu qabaq misalları sadədir. Məsələn, misallarını demək olar ki, çoxun vermişik. Yəni, çəkmişəm ağırlığın. Neçə qədərdir bu? Bir dənə bunu verir. Mövzun adı. Hə, lincidir. Qüvvə momenti lincin tarazlıq şərti. 56 dənə. Baxın uşaqlar, məndə bir dənə hərf üstündədir. Topluda. Baxın. Bax, həmin misal budur. Nə qavanıza tutması götür. Bax, həmin misal budur. Bax, bizdə topluda bu misal. Bu iki dənə. T ilə P-nin arasında əlaqəni istəyir. Ağırlıq qüvvəsi yoxdur. Yəni, yazılır, burada yazılır. Çəkisi nəzərə alınmayan, yəni çəkisizlik. Yəni, burada bax, çəkisi nəzərə alınmayan. Bax, bu misal, yəni bu yay, bizdə purjun bax, budur. Yəni, misalları vermişəm, yəni topluda baxmaq üçün. Yəni, bu, budur. Sonra bu, düzdür, silinib, çəkisizlər olanlar bundan əvvəlki lövhədə var idi. Sonra bax, bu var bizdə. Bax, bu da dama məsələsiz. Yəni, deyəm, 1 metr, 2 metr. Yəni, buna aid. Yəni, necə çəkirlər, onu göstərmişik burada. Qalan misallarda onsuz da qabağı sadədir. Bir dənə sadəcə burada 45-ci misal var. Məsələn, 45-dir, 43-dür. Çəkisi nəzərə alınmayan. Bax, çəkisi nəzərə alınmayan dediyinə görə çəkisizdir. Deməli, 1, 2, 3, 7 dənə nöqtədir. Bu nöqtələri qeyd edeyim mən. 1, 2, 3, 4,
5, 6, bu da 7. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Buradan F1 qüvvəsidir. Onun qiyməti verilib 40 Newtondur. Və buradan da F2 qüvvəsidir. Onun da qiyməti verilib 120 Newtondur. Buradan dayaq yoxdur. Bura baxın uşaqlar. Burada dayaq yoxdur. Qüvvələr verilib. Deyir dayaq hansı nöqtədə olsa, baxın burada dayaq yoxdur. Deyir dayaq hansı nöqtədə olsa tarazlıq yaranar. Sən də bilmirsən. Sən bilirsən ki, tarazlıq yanında momentlər nə olur? Bərabər olur. Yəni bax burada hamısında dayaqlar verilmişdi və yaxud da mən bunu dayaq götürdüm, və yaxud da burada ağırlığı dayaq götürüb nəsə qura bildik. Burada dayaq yoxdur. Amma biz bilirik ki, dayaq olsa da olmasa da tarazlıq şərti budur. M1'in yerinə yazıram F1 D1, M2'nin yerinə yazıram F2 D2, F1'in yerinə yazıram 40 D1 bərabərdir 120 D2. Buradan D1 bərabərdir 3 D2. Deməli dayaq, indi burada tapa bilərik. Dayaq nədir? Dayaq burada uşaqlar 4'də dayanır. Niyə? Baxın, niyə 4'də dayanır? Çünki F2'dən dayağa qədər neçə bölgüdür? 1. F1'dən dayağa qədər neçə bölgüdür? 3. 4 deyil, 3'dür. 1, 2, 3. Yəni D1 D2'dən gördüyünüz kimi 3 dəfə böyükdür. Yəni məntiqlə tapılır. Yəni burada dayağı istəsəz siz 1'ə də, 2'yə də, 3'ə də, 5'ə də, 6'ya da, 7'yə də qoya bilərsiniz. Amma bu şərt hansında ödənirsə, deməli dayaq oradadır. Birincinin qolu ikinciden 3 dəfə böyük olan hissə. Yəni bu tipdə misaldır. Yəni burada məntiqlə yanaşan misal. Yerdə qalanlar yenə deyirəm, hər birinin aid nümunə işləmişik, yəni yazmışıq. Siz artıq onu istifadə edirsiniz.